Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri Allah'a şükür eləyərək Cəhalət Mühəndisliğinə qələbənin 249-cu bölümün başlayırım. Yəni bu 249 bölümdə ki YouTube-la, Instagramda canlı aparırıq. Instagramda təəssüflə kitabı göstərə bilmirəm. Ya kitabları göstərə bilmirəm, amma YouTube-da kitabları da görür canlı, hər kəs baxsa, ya hətta sonra da baxsalar, kitabları görürlər ki, hangi kitabı, hangi sətri oxuruq, onları da görürlər. Çalışırıq ki, geçən 250 ildə mühəndisi cəhli yaratdığı dünyadan, yalan dünyadan uzaqlaşıb, öz milli düşüncələrimizə, hüviyyətimizə inanaq, kimliyimizə inanaq, öz dilimizə, öz tariximizə, öz dədələrimizin yaradıcılığına, inancına, anlayışına, görüşünə, dünyanı nə cür görürmüşlər, nə cür anlırmışlar, ona inanaq. Bunun üçün mən bu yolu seçmişəm. Dostlar da başqa yollar seçə bilərlər. Mən gəlirəm əski əl yazma kitabları, yəni neçə yüz il bundan qabaq yazılmış əl yazma kitablar ki, düşmənlər onun içine hələ əl apara bilməyiblər, aradan da apara bilməyiblər. Bilirsiniz ki, həm İranda, həm Osmanlıda, Osmanlının, yəni bugünkü Türkiyədə, Osmanlıdan sonra bir çox türkü kitabları, sənədləri, tarixi, siyasi, hüquqi sənədləri aradan apardılar. Çünki bizim beynimiz silinməli idi. Biz kompüteri bəzən F-disk elirlər, ya nə bilim format elirlər, yəni silirlər, tazaşdan bir şey yazırlar kompüter üzrə. Ya məsələn, back to factory, karxanaya, fabrikaya çevirirlər. Fabrikaya çevirəndə olur sıfır. Bunlar da bizim beynimizi sıfıra çeviriblər, bunun üstünə istədiklərini yazırlar. Biz nə etməliyik? Mənim düşündüyüm budur ki, teori olaraq anlamalıyıq ki, biz işğaldayıq, beynimiz işğaldadır, dilimiz işğaldadır, görüşümüz işğaldadır, anlayışımız işğaldadır, elmi ki bizə verirlər, anlayış ki bizə verirlər, hər sahədə bunlar işğaldadırlar və onların amacına xidmət edir, işğalçının amacına xidmət edir. Bundan çıxmaq üçün qeydib özümüzün dədələrimiz yazdıqları və düşmənlər hələ fürsət eləyib aradan aparmadıqları kitablara baxmalıyıq. Mən buracan 450-yə yaxın yaşayətdə ondan çox kitabları burada göstərmişəm. Oxumağa da bəzi, hərəsindən bir neçə səfərini çalışmışam. Bu günləri gedirik bu Cəvahir Lisan adında bir kitab açaq. Bunları da mən bu kitabları Azərbaş kitabxanasından kanaldır, Telegramda oradan indirirəm. Əlbəttə bir də ayrısı da vardı, oradan da hərdən birini indirirəm. Amma bu kitabların bir çoxu, %99'u o kitabxanadan indirirəm. Dostlar çox zəhmət çəkiblər bunu müxtəlif, yəni o Azərbaş cənabları bunu çoxlu kitabxanalardan, falanlardan indiribdir, bir yerdə toplayıbdır, neçə min qoyubdur o, 5000-dən çoxun qoyubdur o kanala. İndi gedək görək ki, bu Cəvahiri Lisanı nə mənədir? Əvvəl kitabı çıqqılladıram PDF-də yekəlsin, kiçilləşsin, səfiyyə yerləşsin. Görək ki, bunun zahiri kitabdan ki, əks alınır, o əsli kitab nə durumdadır? Bəllidir, kitabın bir gön şeyi varmış, üstündə də dövrəsinə qızılı, ya qızılıla, ya qızılı nəxşə qoymuşmuşlar ki, işləndikcə aradan gedib də, həm gön aradan gedib, həm şey. Kitab harada saxlır? Bunun kitabın saxlanan yeri İran adlanan yerin Milli Şura Məclisinin kitabxanasında ya bitik evində saxlanır. Bu kitabda eyni o birisi kitablara ki, Şah zamanından, Rıza Şahdan bu günəcən dəfələrcə bazirəsi olublar. Bazirəsi yəni sansur. Sansur idarəsi bunlar sansur idarəsinin əlinin altından geçiblər, aradan gedəcəkdir, getməyəcəkdir, qərar verələr. Burada möhürdə görsənir ki, 1381-də sansur idarəsi bir də buna baxıbdır. Bəlkə bir ayrılarını da görərək. Burada əlbəttə
İndi gələndə, yekələndə görürük, bir dənə də ayrısı var, orada möhür vurublar. Bir ayrı rənginin ayrı tarixi ilə 1350 neçədir, onu da görsək, tarixi görsənmir yaxşı. Birinci cildin içini açıbdır kitabın. 2 səhifədən bundan 2 əks qoyubdur. Və 3-cü, 4-cü səhifədə 2 dənə möhür görürük ki, biri silinibdir, əmdən silinibdir. Yəni məsələn suyuna, filanla, pambıqla üstünü siliblər ki, silinsin. İkincisində biraz siliblər, amma getməyib. İkincisi oxuna bilər. Yenə də sansur idarəsinin möhrü və kitabı alanın da imzası burada var. 1329-da bu kitabı ələ alıbdır. Bu kitab əcəba xəttidir, xətti deyil, ona baxaq. Kitabxane-i Məclisi Şurayı Millinin möhrü yenə də burada vurulubdur. Bu da 1302 deyilə bilirəm, yazıb burada ki, dedik qələtdir. Bu kitab nəzərə gələn Osmanlıda yazılıbdır. Hardan, əlbəttə ola bilər ki, Osmanlı olacaqdır. Hardan bilirik? Buradan bilirik ki, kitabın birinci səhifəsində bir neçə dənə çarçivə çəkibdir. Qırmızı çarçivə qıraqdadır. Sonra bir qərədir ya abıdır. Onu çəkibdir. Mənim gözüm təşxis verə bilmir bu rəngi. Sonra için zeytuni ya təlayı rənginə rəhləyibdir. Sonra səfənin yarısından üstəni 3 yerə bölübdür. Birində Bismillahirrahmanirrahim yazıb, dövrəsində gözəl bir nəqqaşələr çəkibdir. Yazılar da ehtimalən orada yazılıbdır, amma görə bilmirəm. Ondan sonra oranı ayırıbdır bir ayrı çarçivə ilə. Onun da rəhləri ayrıdır. Onun için özü 3 yerə bölübdür. Bir məscidin günbəzinin altı, bir də məscidin günbəzinin üstü deyək. İçin rəhliyibdir, Gülgülistandır, insanın içi kimi. Və günbəzin üstü ağızdan, düşüncədən çıxanlar kimi çox azdır. Gedir göyə tərəf, o da o. Sonra yazı başlanır. Kitabın uzunluğunu görürük burada ki, çox uzundur, səhifəyə yerləşmir. Amma məmulən İran sistemində, bu siyasi varlıqda kitabları santimetr qoyub ölçərdilər. Burada ölçməyiblər. Təəssüflə kitabın bəzi yerinə şey deyibdir. Amma 3-cü səhifədən o üzə görünür ki, o sütunlar, zadlar getdi, çarçivələr, bir dənə qırmızı çarçivə çəkibdir yazının dövrəsində. Kitabın dövrəsində 3 tərəfində çoxlu yazı yazmağa yer qoyubdur. Yazıblar ki, kitab 100, ya üstə PDF göstərir ki, 176 səhifədən ibarətdir. Ki, bunu gərək 2-yə çarpaq ya zərb eləyək ki, gələ kitabın hamısı. Yəni, kitab neçə səhifədir? Əvvəl burada deyək ki, kitabın adını yazıblar. Cəvahiri Lisanih. Cəvahiri Lisanih 176 çarpı 2 neçə olar? Bunu maşın hesaba salaq, görək ki 176 çarpsaq 2-yə olar. Nəcür oldu buna? 100 şey elədim. Əvəzin ki 176 çarpsaq 2-yə 352 səhifəlik kitabdır. Bu 352 səhifəlik kitabdır. Sətirlərin arası bir-birindən çoxdur. Kəlmələr yaxçı yazılıblar. Bu ya əl yazmanı mən oxuya bilərəm. Niyə oxuya bilərəm? Çünki elə bir cür yazılıbdır ki, onu mən onunla əlaqə bağlaya bilərəm, onu düşünə bilərəm, onu düşünməyə çalışaram. Beləsi görürük, kitabın ortasında da bir irad yoxdur, qıraqlarında köhnəlik əsərləri görsənir. Amma bir neçə səhifədən sonra, yəni neçinci səhifədən sonra deyək ki, məsələn 12-ci səhifədən sonra yetişirik bir səhifəyə ki, orada elə bir lüğətlər başlanıbdır. Yəni buradan bizə nəzərə gəlir ki, lüğətləri yazıblar. Mən bunu biraz yekəldim, görmüşüm. Və Cəvahirül Əlsinə. Ehtimalən kitabın adı Cəvahirül Əlsinədir. Mən bunu oxuyaram, oradan özümü taparam ki, bunun əsl adı nədir? Babil Həmzətil Məftuhəti Fəslil Həmzəti Mə'əl-Ba. Ehtimalən bunu gələ oxuyaq, görək bu nədir? Buradan bu bizə bəlli olan lüğətlərin üstündə danışacaqdır. Mən heç bunu indiyəcən belə bir şey. Çox da gözəl. Əgər lüğət bu olsa, bu lüğət olsa, çox gözəl yazılıb. Əvvəl Həmzə ilə başlayır,
Sonra həmzə və b ilə başlayır. Hey beləsi davam edir. Yəni çox gözəl. Burada bir dənə qıraq yazısını da görürük. Mən biraz çünki bu lüğətdilər çoxdur. Mənim lüğətdə əlim yoxdur. Sürət ilə gedir. Aha, burada da bir də möhür geçir gözümün qabağına. Kitabxanaya Məclis Şurayı Milli yenə hər yerdə bu Məclis Şurayı Milli sansur eləmədiyi, sansur idarəsinə getmədiyi üçün hər yerdə elə bir ki, bu kitabı onu sən saxlamısan da bunu eləməyəcəklər ki, nəyə? Amma yaxşılığı budur ki, ən azından bunu bu səfər kitabın arxasına salmayıblar. O çox cəlibdir. Nə əcəb ki, bunun arxasında bir şey yoxdur. Kitab bu şəkildə davam edirik. Hamısı lüğətdir buradan bu izə. Mənim də lüğətdə əlim olmadığı üçün fəqət səfərlərinə baxırıq ki, nə cürdür keyfiyyəti. Axirdə qutarıb. Görək bu axirdə tarixinə baxaq. Görək bunu tarix yazıb ya yox. Əvvəlini də oxuyacağıq əlbəttə. Elhamdülillahi aləl itmam və salatu alə seyyidil ənam və alə alihil kiram və əshabihil izam. Qəd vəqəl fəraq. Bu mühümdir. Qəd vəqəl fəraq min cəmi'i hazihil lüğətil mevsuməti bi cəvahirül əlsinə. Kitabın adı Cəvahirül Əlsinədir. Bəs bunu Cəvahirül Əlsinətə. Tamam. Fi sənəyi hangi ildə? Bunu da yazaq. Fi sənəyi isna və səmaninə və məətə və əlif. Min, yüz, əlif min, məə yüz, səmaninə və isna 82. 1182 ilində bu kitab qutarıbdır. Tamam. Ondan sonra kitabda bir şey yoxdur. Cildi, o boş səhifələrin əksini qoyubdur. Bir dənə də burada ingiliscə bir şey yazılıbdır. Ya latincə bir şey yazılıb, onu qoyubdur. Və burada kitabxanaya yenə geçmək ilin qoyubdur. 1265-də bu kitabxanaya giribdir. Calibdir. Bu da şeydir. Birinci dəfə görürük ki, məclisi şayət də 1265 bunun şumarəsidir. Çünki məclis 1285-də tikilibdir. Ola bilməz ki, ondan öncə kitabxanaya girmiş olur. Ehtimalən o nömrəsidir. Qeydaq əvvəldən o kitabı əvvəl çevirin. Burada görək ki, bu məclisin bu möhrü nə deyir burada bizə? Bunu yekəldək, görək ki, bir möhür vurublar, 1265-i də orada yazıblar. Ehtimalən o kitabın nömrəsidir, ya qəfəsənin nömrəsidir, bilmirəm, hər nədir orada yazıblar. 1302-də yazıblar, təsis ki, dedik, qələtdir, məclis tez təsvir. Aha, boyun da yazıb, kitabın boyu, santimetri görməmişmişəm, 30, yəni 15, 30, kitabın boyu 30 santimetridir, çox uzundur boyu. Kitabxanə-i Məclis Şurayı Milli, İsmi kitab Cəvahirül Əlsinə, müəllifin adı yoxdur, mövzu kitabı da yazmayıb nədir? Dilçilikdir da, bu bəllidir. Bazirəsi olubdur, hər necə 1357 olacaqdır. Orada bazirəsi olubdur. Bir də bazdi düşüb 1380. Axı kitabı da bazirəsi elərlərmi? Orada məclisdə olan kitabxananın kitabları ki, insanlar alıblar, zəhmət çəkiblər, onu hədiyyə eləyiblər ki, orada qalsın. Tamam, burada neçə səhifə görürük ki, 1, əgər eləyə bilsəm bunu şey eləsəm, 1, bu oldu 2, 3, 4, 5. 5 səfə, yəni 10 səfəsi boşdur kitabın əvvəlində. Ehtimalə elə bu qədər də axirində boş olacaqdır. O birisi səhifəyə gedək və başlayaq kitabı oxuyaq, görək ki, nə var? Bismillahirrahmanirrahimi yazıbdır, biz də oxuyuruq. Kitab türkcədir, ya farscadır. Əvvəl bunu görək. Dedik ki, kitab 1182-də qəməri, hicri qəməri ilində şey olubdur. İndi bunu istəyək tapaq, deyərək ki, 1447-ci ildən çıxarıq 1182. Əgər iştibah eləməsəm, beləsi olacaqdır. 265 il öncə, 265 il öncə bu kitab yazılıbdır.
və bizə yadigar qalıbdır. Bismillahirrahmanirrahim. Həmd و ستایش و آفرین آفریدگار جهان آفرین cenabünün dergah uluhiyet ve bargah rububiyetine bir vücudi yəqin, ehtimalən vücud olacaqdır. Çünki görürüm ki, burada daha da yekəsən bu oxunar. Burada bir şey yazıbdır, amma mən bir vücuddan sonra bir başqa bir şey oxuya bilmirəm, amma ola bilər ki, bu olmasın. Kitabın nə deyirlər, biraz indi kitabın nədənsə bu qıraq sətrin qırağında elə bir bəzi hərflər gedibdir. Belə görünür. Bəlkə də o cür deyil. Cenab-ı dergah uluhiyyət və bargah rububiyyətinə bir vücudi yəqin əhəq və qərin dərgah kafi mevcudat cunacuni tərkibi kaf və nunidən demiş o ki kafunun Quranda kun fəyəkun ayədir, ayənin içindədir. Ona görə kaf və nun ibraz və zümre-i nov-i bəşəri cevher-i giranmayi nutq irfan ilə mümtaz eylədi və cevheri yegane-i salat icabət mauud və dürri yetimi təhsisi əmimil vurud. Kitab çox ağır yazılıbdır. Mən bəzi kəlmələrin bilmirəm. Məsələn, bu təhiyyətdir ehtimalən. Mən təhdis oxudum. Və dürri yetimi təhiyyət əmim əmimil vurud ol saye انداز مقام محمود تاوسین Quranda huruf-u müqəttəə deyərək surələrin əvvəlində gəlir. Rəmzidir, nə rəmzidir biz bilmirik. Bəşər soralar, çox soralar bu Avropalılar eləyə biliblər ki, bəzi kəlmələri əlbəttə müsəlmanlar Qur'andan sonra buna yetişdilər. Yəni Qur'an o hurufu təxti qoyandan sonra məsələn Yasin, ya və sin. Mən bunu yes oxurdum. Əvvəldə yadıma gəlir rəhmətlik dedəm məni vurdu ki, oğlum yes bura Qur'an oxursan, İngilisi deyir ki. O Yasin iki dənə ayrı-ayrı hərf idi. Onları oxursan ya o birisi Qur'anlarda var. Əlif, lam, mim. Beləsi oxunar. Yəni onlar ayrı-ayrı təxti bir-birindən qırılmış hərflərdirlər. Müsəlmanlar sonra bəzi, məsələn, Həzrət Muhammedin adı gələndə, yazanda bir yerdə yazırlar salavatullah, məsələn, salam, salavat əleyhim. Onu gəldilər, neynədilər? Onun salamın əvvəli hərfi ki sıdır və əleyhim də, məsələn, axir hərfi ki mimdir. Bunları yazdılar. Bəcəsi iki dənə hərfi götürdülər, təxti yazırdılar, bu şey oldu. Sonra bu çox işlənmirdi bu İslam dünyasında. Sonra bu xaricəlilər, bu Avropalılar, Amerikalılar çox uzun zamanlardan sonra, məsələn, keçən 50 ildə zətdə başladılar. Bəzi kəlmə ki, bir mətndə təkrar olacaq, dövlət adıdır, idarə adıdır filan, onların əvvəl hərflərin, hər kəlmə ki, 5 dənə kəlmə olsa, 5 dənə kəlmənin əvvəl hərflərin yekə yazaraq, ayrım, təqdir eləyərək saxladılar. Ərəbcədə və farscada bu hələ yerinə düşməyib. Və türkcədə də. Türkcədə əlbəttə latincədə yerinə düşübdür, amma türkcədə calibdir ki, Türkiyə türkcəsində Azərbaycancasını bilmirəm. Türkiyə türkcəsində hətta dilli, əxbarın içində dilə keçibdir. Yəni adamlar danışanda məsələn deyirlər ki, məsələn deyirəm, MHP. Da demirlər ki, məsələn millət MHP. Millət nə mənə, H nə mənə olacaqdı, indi onu cəhət tapışınən partisi. O cür də elə MHP deyə keçir. Məsələn, Ağ Parti, elə Ağ Parti, əlbəttə onun ki, elə Ağ Parti deyilir, çünki elə o cürsüdür. AKP deyirlər, məsələn, bir cürsü keçir. Hər halda, istəyirəm deyəm ki, yəni bu tavusin oradan gəlir. Hərəmsərayi və ma yəntuqə ənil-həva, bu da şeydir. Hədisdir ya Qur'an ayəsidir və ma yentuqu anil hava. Burada yenə də kəlmənin üstünə bir şeylər düşübdür, təəssüflə oxuya bilmirəm. Simurq qulli qaf. Mən belə oxuram, bəlkə də ayrı bir şey oxuna bilər.
این هو الا وحی یوها. Gene Kur'an ayəsindən gətirdi. Yuha Habib bi hamta بحری سپهری استفا محمد مصطفى علیه من الصلاة ما هو الا الأوفا Həzrətinin avizi təlağıtər. Dedim, bunlar düşmübdü. Yaxşı, ərşi fərsaləri ehtimalən turab olacaqdı. Avizi tağı, nəməni türbeyi ərşi fərsaləri olsun ki, illət-i qaiyi vücudi mümkünat və rəhməti şamili. Mən belə oxuram, deyirəm, bunların üstə bir şeylər düşübdür, bəlkə onlar mevcudat ancaq zat-ı cəmil sıfat və cəlil ayatləri olduğu lolak da bir ayədir ya hədisdir. lolak لما خلقت الافلاک خطاب müstətabi ilə mübəyyən və ma ərsəlnəkə illə rəhmətən ayinən. Bu da yenə getdi Qur'andan bir ayənin birası. Və ma ərsəlnəkə illə rəhmətən ayi bahirətul bişarəti ilə mübərhəndür. Mübərhən yəni aşkardır, burhanlıdır, dəlillidir. Bu ayəyə görə və yenə burada bir şey oxunmur, amma mübərhəndür və durur təhiyyat biğayə və cəvahiri غرری تسلیماتی بی نهایه اول سروران ممالک دین و رهبران مسالک یقین صفت یقین و صفنشینان پیشگاه صفا اعنی. Ərəbcə əni yəni muradım budur, sözüm budur, istəyim budur, diləyim, dilimdən gələn, ürəyimdən gələn budur. Əni əshab və ali səadət intima cənabi məali məabləri. Yenə bura oxunmur əlbəttə. Məablərilər nəminə və isar olunur. Hər nəminədə oxuya bilmədim orasını. Çünki rəh qatışıbdır. Rəhlər qatışıb bir-birinə oxumaq olmur. Olunur ki, hər biri rükn xanidan diyanət və şəm-i cəhan əfruz hidayət olmaqla sami mən oxuram. Sami bəlağət. İndi bunu mən oxudum, sami da. İndi bilmirəm ki, buna ayrı bir şey oxuna bilər, yox. Cöhər düşübdür. İki tərəfdən, iki səfənin burada vəsətdə cöhərlər bir-birini qatışıbdır. Bəyan və zəban fəsahət unvaniləri ilə müzmirat الفاظ گرانیه قرآنیه‌ی حل və izhar və rumuzati. Cəndə burada oxunmurlar. Əhadisi nəbəviyyeyi kəşf və aşkar buyurub. Burada aranəməni xəvai sə'i biqusur və hidayəti xəlqidə müdelli məqdur eyləmişlər. Bilmirəm, ehtimalən modelli deyil, bir şeydir tökülür. Kitab o qədər burada su gəlibdir kitabın burasına təəssüflə ki, kitabın burası cırılıb hətta. Məqdur eyləmişlərdir. Rizvanullah Teala əleyhim. Yenə əşaat sətir əslən oxumur. Kullu an və hinə ilə yevmiddin. Kullu an türkçə sözdür, yəni ləhzə. Gedək o birisi səhifəyə görək ki, o birisi səhifə biraz bəlkə bura rahat oxunar. Çünki o irad ki, birinci səhifədə vardır, ikinci səhifədə azalıbdır. Və bəd, qutardı o. Əvvəl Həzrəti Allah və Həzrəti Rəsul və onun səhabələrinə və alinə səlamü səlavatın göndərəndən sonra və bəd, haza zəmayir fətinət. Fətinət, yəni zəkafət desaq. Qoy burada yazım görüm ki, fətinəti nə yazır? Bu nə məni elir? Bəlkə biz fətinət huşu zəkafət görə olsun, amma görək şey tisuşi zirəki zəkafət. Tamam, bizlərə bunu demişdik. Zəmayir fətinət və məasiri ixvan suxəndانه پوشیده و نهان olmuyor ki bu ətacüyi
نه من جاهی مجید بنده کمینه adı ehtimalen. Bu اتاجوی فرجاه مجید بنده کمینه ابراهیم adı İbrahim ve dید دستیاری پروردگاری ilə دامنکش خارستان غفلت و قادمه جنبان gene deyirəm bunlar mütəəssifانə oxunmur. Mən heyf ki bu adam məcid bu اتاجوی در جاهی مجید Allah bende kemine İbrahim. Adı yazanın adı yazar İbrahim'di. Heç olmasa bunu bildikçe yazar İbrahim ve İbrahim Vedid. İhtimalen adı ile bu Vedid'di. Vedid. İbrahim Vedid. Bende kemine İbrahim Vedid destiyari perverdigari ile damenkşi خارستان غفلت و قادم جنبان گلشن سرای تحصیل معرفت olduqda elzem levazim taliban və müqəddəmi mühimmi noamuzan olan fənni Cəlilül Qədr lüğətdir. Pəs kitabın mövzusu lüğətdir. Mövzu lüğət. Elzem levazim taliban. Taliban yəni dərs oxuyanlar. Nəinki Taliban siyasi qrup deyil. Talib yəni o adam ki bir şeyin axtarır ki onu öyrənsin. Ləvazim Taliban və müqəddəmi mühimmi noamuzan olan fənni Cəlilül Qədr lüğətə azimi talib və əla qədəri vəs deyir öz bildiyim qədər, başardığım ələ qədəri vəs yəni genişlik. Əla qədəri vəs və taqət də yəni gücümün çatdığı. Mənim genişliğim, düşüncəmin genişliği qədər ya elmimin genişliği qədər ya anlayışımın genişliği qədər və gücümün çatdığı qədər. Əxz və istifadəsinə mütəqəddəm və muvazib oldum. İhtimalən mütəqəddim deyil, o nöqtələr arxa səfədəndir. Müqəddəm və muvazib olub. Misrə, hər kişi olur abini miqdar subu, hər kişi alır abini. O suyu ki istir sudan çəksin, hər kəsi gedib suyun qırağına, okyanusun qırağına, deyir ki, öz əlində olan, öz gücü çatdığı qədər su götürə bilir o okyanusdan. Tamam, indi bir şeir oxuyaq. Hər kişi alır abini miqdar səbu, məqal rəngin məal üzrə ol dərayi dərya intəşdərun. Tamam, burada yenə oxunmur, amma mən belə oxudum. Pəs hər çeşid şeir elə bu qəddir, misrə bu qədər. Yəni bir beyt bilirsiniz, yəni 2 dənə bəndidən ibarətdir, misrə bir bər. Hər kişi alır abini miqdarı səbu. Əlində olan səbusu qədər. Səbu nə deməkdir? O deyək güyüm. Güyüm, türkcə güyüm deyilir. Qoy yazım görüm dəqiqən bunu necür? Güyüm deyilir, yoxsa mən səbu qabdır ki ondan içirlər, amma səbu türkcədə nə deməkdir? Səbu türkcədə Osmanlı və Azərbaycan türkcəsində böyle anlamlara gəlir. Mənası su küzəsi, su qabı, tamam, şərab qabı, Farsıdan gələn səbu. Səbu döküldü, meyxanə viran oldu. Şeiridə gəlib Osmanlıda. Tamam, bunlardan geçək. Deyir ki, hər kişi alır abini miqdar səbu. Nə qədər götürə bilər? O küzəsi qədər. İndi küzəsi yekədir, yekə, çıqqılıdır, çıqqılı. Güyüm desək, güyümü qədər. Məqal rəngin məali üzrə ol dirayi dərya əntişədrun. Nə mənədir bu? Baş tapmadım burasın. Qətrəvar hissemənd. Qətrəvar hissemənd. Hissə yəni pay. Hissemənd dəvaya dar.
و dayedar المغل شکرن علی عنایت المنان فن مذکور lazım izyanide. Bunlar oxunmurlar ha, belə zorla oxuram. Bərabəri yəsirül bəyan. Yəsir yəni sadə, qolay, rahat. Bər əsəri yəsirül bəyan dəxi ixvan ruzgara. Bu nə mənədir bilmirəm, oxuya bilmədim əsla. Bir yadigar olsa deyü leyl-ü nəhar ol fikri dəvvar دوراdur ilə اوقات güzar ikən dairə bəndi çəmənsəfə bura əşası oxunmadı əslacinə. Müxlisan pakizeyi fuadidən bir həbib ərib bu surəti nəmənə sağ və tərğib eylədikdə güzide füzerای روم و زبده علمای رسوم olan müfti fezail mersum Mevlana Es-Sa'd Efendi. Bir nəfər Sa'd Efendi adında bu adamdan rica eləyibdi ki, sən bu lüğətləri topla. Haralıdır bu Es-Sa'd? Rumlu. Yəni bu gün o şey ki, Türkiyə deyirik. Oralıdır. Füzelay Rum ve zübde-i ulemay Rusum olan müfti fezail, özde müftiymiş yani büyük adammış. Mersum Mevlana Es-Sa'd Efendi merhumun lisan-ı Arabiye ve zebani deriyeye, zebani deriyeye, Arabiden ve zebani deriden talib ve ragib olanlara vazih ve asan ve mübeyyen ve nemayan olması için beynəl fuhul mü'təbər. Fuhul fikir edirəm ki, yəni ağıllilər. Amma baxım görürüm ki, fuhulu nə yazır burada? Fuhul cəmi fəhlidir. Fuhul. Fuhul görək, fəhlin cəmidir, amma nə deməkdir? Nərhay qəvi heyvanat, şutur əsb, fuhlul ibel, mərdan bərcəsti və nirumənd, buzurgan. Bilmirəm buna mən niyə yazıram, amma həmişə cinayət farsça yazır. Buzurgan və səramədan یک fən. Tamam. Fuhul şuara, burasıdır. Fuhul uləma. Bərcəstiqan, danışmada. Tamam. Məqbulan, mübəyyin və nümayan olması üçün beynil fuhul mü'təbər və məqbul olan müəllifat-ı məsbuqə və müsənnifat-ı, burası oxunmur, mevsuqədən ehtimalən olacaqdır. Mevsuqədən əsma-i cəmadat və heyvanat və sair əsma-i əqvan və mürəkkəbati mütəzəmminə olan kələmat ərəbiyyə və farsiyyeyi bə'd zəbt və təhrir məani türkiyyəsini bir nühəci bər nühəci hurufi təhəcci ifadə və bəyanidə keşidə məslək təstir olunan, bunlar oxunmur da, yəni mən özümdən bunları yaraşdırıram. Olunan Ləhcətül Lüğat, nam əsər mərğub, Ləhcətül Lüğat kitabından götürür. Nam əsər mərğub bədi'ül üslubləri əgərçə pirayi səhaif ruzgar, yenə də burada özümdən oxuyuram. Səhaif ruzgar olmağa səzavar bir yadigar bimanənd və bunlar da oxunmur və bərnəmənə səbzidür cəhan pəsənd olduğu vasitəyi qeyd məqal. İnşallah buradan bizə yaxçıdır, biraz daha yaxçılaşır və pərdə pəzir işgal dəcildir. Lakin əndəlib gülüstan bəlağət və tuti şəkəristan fəsahət suxən güzəran Rumun sərbüləndi Osmanzadə Taib Əfəndinin, Osmanzadə Taib Əfəndinin Mir'atül Müşkül unvanı ilə, kitabın adı Mir'atül Müşkül. Mir'atül Müşkül unvanı ilə ronaq yaftə iştihar olan təlif-i müxtəsər qəlilül isarləri hərçənd surəti icmalidə cilvəgər olub
surət icmalidə cilvəgər olub, təfsil bəyanıdə ol sabiq zikrün əşərə əşirinə bərabər və cəlsə dəxi. Dəcülsə dəxi o qabaqçı kitabın deyir. Əgər onun 10 qatına da dəyməsə, yəni 10 qat ondan şeydir. Bəyan ol, bir dəqiqə. Hərçənd surət icmalidə cilvəgər olub, təfsil bəyanıdə ol sabiq zikrün əşr əşirinə bərabər dəgilsə dəxi şahid üslubi mətbuləri əla vəhid təvarüd çehrenumay ayini vuku olmaqla lisan Türkiye'de məşhur və raycan olan bazı məani lazım beyanın birində vücud pəzir və axirində müştərək ya oxunmur. Məstük matrukul tahrir olduğu sahifi bazı nefais asar indində zahir və bədidardır. Əgər ol vədi'i və rüqiyyi nə mənə oxunmur bunlar mütəəssifanə. Mən rüqiyyəsini özümdən oxudum. Nisyan olan, nisyan yəni yaddan çıxmış. Məani əlfazın dəxi yegan tək bir tək. Yegan nigashti sahayifi bəyan gene burası olunmuş nə mənə oxunmur. Təşmir saq mən təşmir oxuram. Təşmir amma nə deməkdir? Görün ki, bunu mən bu kəlməni birinci dəfə oxuram. Təşmir nə deməkdir? Lütfen Türkçe yaz. Təşmir Türkçədə, məxsusən Osmanlı Türkçəsində belə anlama gəlir. Yeniləri ehtimalən, yeniləri sıvamaq, qolları bala qatmaq. Yəni, əgər görmək üçün amada olmaq. Yəni, iş görmək üçün amada olmaq. Yeniləri sıvamaq, qolları bala qatmaq. Qatı təsmim almaq. Qatı təsmim yəni ciddi. Qatı təsmim almaq. Əslən, ciddi sözünün türkçəsi qatıdır. Əmələ başlamaq. Bir işi ciddi şəkildə başlatmaq. Rişəşə ərəbcədən gəlir. Şəmər, cəm etmək, bala qatmaq mənasındadır. Misallar, ötürək bunları. Təşmir saq ehtimam və təhrik xamə iqdam olunə. Tələbkaran vüquf və irfan bir kitabın dərunində məsail mətlubəsinə vüsuliyab və bir nüqabın kitab çox şeydir, yəni ağır yazılıbdır. Zirində və bir nüqab zirində iki ərus məqsud ilə kamyab olub istirab tətəbbü asarıdən rəhayab olur idi. Lacərəm bu bəndi yekəm idrak və dəxi ol kar həmbara həvəsnac olub və cah bigah bəzi zəvat və zul intibah ilə həmneşin. Bəzi zəvat zul intibah aydın. Zul intibah aydın. Aydınlıq sahibi. İntibah gene burada yazım intibah. Zul intibah. Ərəbi tərkibdir. Osmanlı və klasik mətinlərdə görülür. Mənisi türkçə dəqiq, diqqətli, huşyar, ağlı başında, gözü qulaqlı, gözün özü də qulaqlı. Çox gözəl bir şeydir. Mən bunu eşitməmişdim. Göz qulaqlı. Ya göz qulaqlı yəni
həm göz sahibi, həm qulaq sahibi. Yəni açıq, göz açıq, qulaq açıq. İntibahi olan kişi. Açıqlama. Zu, tamam, bunlardan geçək. Dedi ki, dəxi ol kar həmvarə həvəsnak olub və cah bicah bəzi zəvati zul intibah ilə həmnişin dairi müzakirə olduqca hənuz rəqəmzədə-i çilki təhrir olmamış biraz kələmat-ı Türkiyə ki residə belə bəğləmə fəqir olur idi. Nə mənədir? Oxuya bilmədim. Gördünüz ki, burada bir kəlmələr, yenə də buradan aşağı kitabın ortasına tərəf olan sətirlər əvvəlləri yaxşı oxunmur buradan aşağı. Fəqir olur idi. Anun dəxi zənimeyi səmti intizam olması istihsan کرده احباب کرام olub istihsan کرده ای احباب کرام olub mümkün o təqdircə ol əmr mətlubul ityan səqalət avər. Nə mənə, mən avər oxuram amma burasını oxumur. Danışvəran olacağı qərardadi əshabi çenə oxumur. Nə mənə olmaqlə binaen aleyhi ma'خذ موثق جلیلیده نوشته صحیفه تفصیل olan الفاظ مترادفنün əşhər və məarifi ixtiyar olunub mir'at müşkili bəyan asani üzərə cəm və tərtib və zəmm tərkib mübadirət və iqdam və cəvahirül əlsinə ilə təyin nam qılındı. Ümidvarım ki manənd güldəstə əldən ələ bir yadigar və həmçü şişi lalə zivəri məvaqi etibar olub bəhanə zikr dua və səbəbiğufran və riza ola inşallah qutardı. Kitab qutardı burası. Bir müqəddəmə yazmışdı ki, Türk dilində kitab lüğətləri vardı. Filan kəslər yazıblar. Bunlardan biri çox məşhurdur. Bununla belə ki, qıssadır bunun yazısı, amma o birisi yazılan kitabların onlar qatı çoxdur. Əşərə, əşirə, təşirə belə bir şey yazmışdı. İndi getişdi lüğətinə. Mən lüğətdə şey olduğum üçün, fəqət bunu tanışmaq üçün bu bir-iki səhifədən görüm hangisi oxunur, onu başlayaq, oxuyaq. Əbə, qabilə, pişkar. Bunun bəzisinin altında ya üstündə qırmızı xəttinində bir ayrı bir şeylər yazıbdır. Əcəba eləyə bilərik ki, bunları oxuyaq, görək ki, nə mənə. Pişkara yazıb, məsələn, pişyar, pişkaz, pişkaz, pişyar. Hər halda burada kitaba şey gəldi. Əbə, əbəlik. İndi əbəllik nə deməkdir? Qibalə, pişyarəki ya pişkarəki, belə bir şey. Yenə bu oxunmur. Apışmək, apışmək. Apışmək nə deməkdir bilmirəm. Tərhürəh, tərhürəh ya tərsürəh bilmirəm nə mənədir. Durnəhadən. Axirdəki farsıdır pəs. Ehtimalən hər kəlmənin 2 dana türkcəsini, bir dana farscasını yazıbdır. Apışmək, tərsürə. Ehtimalən bu da ərəbcəsidir. Yəni əvvəl türkcəsi, sonra ərəbcəsi, sonra farscası. Beləsi olacaq. Nəzərimə bu gəldi. Apışmaq, tərsürə, durnəhadən məsələn oxunur. Əbsəm olmaq, əbsəm olmaq. Səkət ya sukut. Üstə yazıb sukut, səkət. Səkit şayət hətta. Əbsəm olmaq şeydə vardı. Bizim
Nəsiminin şeirində fikrim əfsəm ol vardı. Əfsəm olmaq sakit. Ərəbcəsi xamuş şudən ya xamuşidən farsçası. Qırmızı ilə tazıdan bu xamuş şudəni ayrı bir şeyə çeviribdir. Əfsəm etmək, iskat. Ərəbcəsidir, xamuşanidən farsçasıdır. Əprimək, mən bunu çox işlədirəm. Görək şey, nəxir. Nəxir ərəbcəsidir, şaftən nə deməkdir bilmirəm. Əprimək bizdə yəni bir şey çürüyübdür, aradan gedir. Əpritmək, imza, şaftən nə mənə ki oxunmur. Bu da səfədən də bir-iki dənə olsun. Əbu Cəhl qarpuzi. Əbu Cəhl qarpuzi. Hənzəl. Xərbuze-i təlx. Əbu Cəhl qarpuzi, xərbuze-i təlx. Hənzəl də bunun farsçasıdır. Abnuz. Sərsəm, sasəm, abnuz. Abnuz bizdə abnuz farsıya keçibdir. Əbabil ərəbidir yazıbdır. Öz üstündə yazıb bu ərəbidir, əbabil. Səmamə, ərəbcəsi özü səmamədir ki, nə? Bilvad. Əslən bu da bəllidir ki, farsçası da ərəbcədir da. Abili, bərra, rəsən badbankeş. Ehtimalən eli, bilmirəm bu nədir, çünki oxunmur, qəşəng oxunmur. Rəsən badbankeş. Bərra lüğəti müvəllidədir. Burra ki, burada yazıbdır, yazıb ki, bu lüğəti müvəllidədir. Yəni, nə deməkdir, bunu da bilmirəm. Əblaq, ya ablaq. Ablaq olacaqdır. Bu da abli. Üstəki ki, oxuduq, abli idi, hər nəmin idi. Ablaq, şabıl, tazə. Abrəş, əbrəz, pis. Pis farsçada bir növ mərizçilikdir. Bizdə elə bəlkə o pis sözündən gəlmiş olub. Ya pis sözü bizdən gedib o mərizçiliğin üstünə. Pis yəni pis da, yəni pis. Necə deyim bunu? Zeşt. Bədru. Nəinki üzha. Hər şey iki şey olar. Məsələn, əxlaqı filanca pisdir. Yəni məsələn fikirləş ki, yaralıdır. Ab həyvət. Ya ab həyat. Maul həyat. Abi zindiganı, bəli, abul həyat oxuyacaqdır. Abi həyat. İki nöqtəli teyinlə yazıbdır, şey teyinlə, girdə teyinlə. Burada bir şey yazıbdır, silinib əslən bəlli deyil. Buradan geçək görək, bəlkə bir ayrı səhifədə bir yaxşı bir şeylər oxuya bilərik. Mütəəssifənə, şeydir, getmir, bu iştibah eləmişəm. Gedək şurası bir səhifə tapaq ki, biraz oxusun, oradan bir-iki lüğət oxuyaq. Burada bir acılıq, təlxi, acılıq əlbəttə, acılıq, mirarə, təlxi. Acı, mür, təlx. Acı su, aqaq, aqqa, qa'a, abi təlx, acı su. Acı sırımsaq. Sümmöz, ərəbcəsidir. Sömöz, sömöz. Sir təlx. Acı, marul. Hindiba. Xasni. Xasni nəmələri bilmirəm. Acı marul, onu da bilmirəm. Acı soğan. Piyaz təlx. Digə bəsəli morro bunları şey eləməyək da. Acı bal. Təlxi əncəbin. Acı badəm. Badəm təlx. Həmzə məəl xa. Burada axşam, axşamlıq, axər, əxlat, cəmi xiltidir, kulux əmrud, bilmirəm nə deməkdir, əxlat yazıbdır, ərəbcəsi əl-bəriy, kulux əmrud nə deməkdir, axər olmaq, sipəri şudən, farsçası, axər, əncam, ərəbcəsi də ərəbdir. Ad, nam. Adəş, həmnam. Adəş, həmnam. Ad qomək.
Təbii, indi dostlar, bunu deyək, bu kitab bir nüsxədir zahirən. Yəni, əsli kitab deyək, 1265 il bundan qabaq yazılıb. Bu, bir dənə ayrı kitabın üstündən yazılıb, belə görünür. Adəş, həmnam, ad qomək, nam nəhadən, adı sanı olmaq, adlı sanlı məsələn deyirik. Binam, üstüsəm, adı sanı olmamaq, binam. Burada bir şey də yazıbdır, nəməni-nami, qomnami, qırmızı ilə yazıb onun üstündə. Adam başı, sər mərd, Adəm oğlanı, mərdumzadə, mərdzadə olacaqdır. Adım paya, adım payə, qam, addım olacaq ehtimalən, elə adım yazıb. Adım yəni bir addım, bir qədəm. Adımlıq, adılməmək, adımləmək, addımlamaq, qədəm vurmaq, addımla ölçmək məsələ. Qədim ölçərdilər. Mənim yadıma gəlir, Təbrizdə istəyirlər yer alalar, Hacıqulu deyə bir adam var idi. Adam dövlətli idi, yekə bir yerlər qalmışdı dədəsindən satırdı, yeyirdi. Maşınla gəlirdi, qəşəng qondorası var idi ki, yirdi ayağına. O bizim məhəlləyə gəlirdi, bağa girəcəkdi o yeri sata. Qalış çıxadırdı, yekə qalış çıxadırdı, başmağın üstündən giyirdi, onunla gedirdi ki, o torpağa bassın, palçığa batsın. Gələndə də onu çıxadırdı, maşına çıxanda ayağından çıxadırdı, onu qoyurdu, ranəndəsidir ya, hər kəsidir, o da götürdü, qoyurdu maşına. O məsələn, yadıma gəlir ki, zəminə ayağı ilə ölçürdü, metrlə ölçmürdü. O, yəni satanda yeri. Adım, qam, paya. Adimləmək, qamidən. Adaq. Adaq nə deməkdir? Nəzri ləfzi müştərək. Adaq. Adaqlıq var, yəni nişanlılıq. Amma bu adaq nə deməkdir? Üstə yazıb nəzr. Nəzr eləməyə türkçədə məsələn adaq deyir. Əcəb calibdir. Biməna mənzur. Bir şey ki, nəzr olunubdur o anlamda. Yəni, adaq bir şeydir ki, nəzr. Sən demişik ki, Allah mənim, məsələn, uşağımın mərislığına şəfa versən, məsələn, bir qoyun kəsəcəyəm. Qoyunun adı adaqdır. Ona deyir adaq. Nəzrin özünə, o şey ki, nəzir deyirik, o nəzir olur nə mənə? Adaq, türkçəsi. Calibdir, mən bunları bilmirdim. Adamaq, nəzir eləmək. Bir şeyi nəzir eləmək. Adamaq, nəzir eləyirəm. Məsələn, adadım, yəni nəzir elədim. Məsələn, deyək ki, nəzir elədim ki, 10 tümən, məsələn, filan kasıb evinə 10 tümənlik, məsələn, yardım edin, köməklik edin. İndi burada yazıb ki, bir şey yazıb, amma oxuya bilmirəm. O bəni qır, nə mənədir, yazıb bişərmi. Mütəəssifanə oxunmur. Bunun türkçəsi oxunmur. Düşüb gəndə o şeylərə ki, oxunmur. Ədəbsizlik. Ehtimalən olacaq ədəbsiz. O üstəki olacaqdır ədəbsiz. Ədəbsiz, bəli, ədəbsiz olacaq, ədəbsiz. Bu da bişərmi oldu. Gəlir burada ədəbsizlik olur, bişərmi. Ədəb öyrətmək, öyrətmək, ədəb öyrətmək, ədəbkardən. Ondan sonra ərğəvan. Ərğəvan türkçədir. Gedibdir farscaya, işlənir indi. Yazıb ki, axcəstə. Axcəstə, yəni nə deməkdir bilmirəm. Ərman. Qırmızı ilə də ərman yazıbdır. Ərcəvan deyir ki, müərrəbi ərğəvandır. Ərğəvan sözünün ardıc ağacı, ardıc ağacı. Avrin. Bizdə mən ardıcı bilirəm, ardıc ağacı. Bu o şey ki, həmişə cavan deyirlər bəzən, o fikrim onun bir cürəsidir. Ərik, alu. Armud, ənbərud. Əmrud. Armud. Fikrim əmrud da elə həmin armuddur, gedibdir, biraz dəyişilibdir, farsıya giribdir. Ərməğan, armağan əlbəttə.
Bərgəzar. Türkçədə ərmağan. Ərslan. Arslan ya da arslan şer deməkdir. Arslan sədası. Bang şir. Qorşət. Qarşət ya da qorşət. Ərslan yavrusu. Şirbətçi. Ərslan yuvası. Aşiyan şir. Arslan tırnağı. Naxun şir. Ərslan tırnağı. Ərslan yatağı. Künam şir. Ərslan yatağı. Erkək xənzir. Güraz. Erkək xinzir. Güraz. Erkək meymun. Buzine-i nər. Nər buzine. Erkək tavşan. Nər xərquş. Erkək keçi. Təkə. Təkə Farsiyə yazmam, amma mən bildiyim türkcədir. Bəlkə farsda yoxdur da, yəni türküsünü işlədirlər. Erkək kedi, nər gürbə. Erkək qumri, nər vərəş. Nə deməkdir bilmirəm. Qumri quş adıdır, gərək ki. Erkək bayquş, nər bum. Bayquş, bum. Bum da zahirən bu gözü yekə heyvana deyilir, quşa deyilir. Ərpə. Ərpə, arpa həman. Ərpə şirabı. Meycu. Co. Co, arpa co. Meyco, ya co'nun meyi da, mey. Ərpə etməyi. Ərpə etməyi. Kəşkinə. Kəşkinə nə deməkdir bilmirəm. Ərpə etməyi. Azqə. Azqa nə deməkdir? Poşt yazıb farsçasını. Azqa kömügi. Poştuman. Azqa kəmügi. Kəmük sümükdür. Amma bu niyə məsələn bir baş tapmadım. Azqa yastığı. Balin poşt. Azqa Azqədir, ərqədir. Bunu baş tapmadım ona görə. Ərqə olacaq. Bu nöqtə ayrı yerdə. Ərqə yəni arxa. Arpadan gəlir. Ərqə, arpa, ərqə, arxa, ərqə, arxa. Biz arxa deyirik. Ərqə kəmiki. Arxa kəmiki. Belin ortasındakı sümük. Ərqə yastığı. Bu da bir heyvan şeydir, göyərəntidir. Ərgəlic. Poşt nə? Ərgəlic. Bizdə ərxəc var, ərgəc var ki, ərxəc deyirik, fikirləşirəm. Fərşi toxuyanda o şeyi, hər halda yadımdan çıxır. Ərkən. Ərkəni yazıb bişohər, bizən. Bilmirdim, ərkən bizim yəni tez işlədirik, indi. Tez anlamında işlədirik. Ərkən gəldin, yəni tez gəldin. Amma o zaman ki bu kitab yazılıbdır, onda bunun mənası o xanım ya o kişi ki əri ya arvadı ölübdür, ya subay qalıbdır. Hər halda boşanıbdır, subay qalıbdır. Ərkən. Ərkənlik bizənşədən, bişohərşədən həman. Ərkənlik calibdir. Ərgən bəlkə istirdi ya, ərgən. Çünki ərgən bu şeyə işlənir. Uşaqlar ki nə cavandılar, nə də ortada bilmirəm nə deyirlər türkcə. Ərgənlik deyirlər türkcədə, amma farsçada nocavan deyirlər fikirəm. Erkək. Kişi, yəni nər. Müqabili maddə. Erkəklik, mərdi. Deyir ki, bu da türküdən gəlibdir bura. Mərdi. Yox, mərdi, nəri. Şuy eləbi yazıb, ya şəri. Şohər, bəli. Əlbəttə, çox, yəni şohər anlamında da, savaşçıdır. Erkək. Oradan gəlir. Kişi, mərd. Ərsiz övrət. Bir xanım ki, əri yoxdur. Ərsiz övrət. Dedik ki, yəni üstə girir. Nə mənə idi?
Ər. Hardan başladıq əri? Ər ilə çox kəlmələr düzəlibdir. Ər, Ərsəlan, Ərik. Hardan başlayır? Bunun qalan yerini bilmədim. Hardan başlayır, amma hər halda. Davamı var. Yəni bu diqqət eləyəndə görürük ki, ərsiz övrət bir şohər. Ərğəc dedim mən bunu tar. Ərğəc yazıb tar, amma biz tar demirik. Tara deyirik boyluq. Boy, boyluq. Hətta xanımlar da ki boyludular, boylu deyirik. Yəni hamilə olanda boylu deyirik. Yəni ki nə cür deyim indi onu baş tapmıram. Ərğəc. Ərğəc o ipdir ki, ilməyi işləyəndən sonra onun üstündən keçirik, vururuq, bərkidirik. Yəni şeydir, ərğəc odur. Əriş. Tar. Əriş. Bu da düzdür, bu da işlənir. Əriş kətlərdə işlənirdi, fərşlər Təbrizdə boy deyirdilər. Amma əriş, ərişdə də ondan kəsilir. O şey ki, bunları makaronu deyə hamı şey edir, onun adı Türkçədə ərişdədir. Və əli ilə kəsərlər. Mən uşaqlığı yadıma gəlir, xəmiri qatardılar, yayardılar, sonra onu qatlardılar, un qoyardılar, üst örtərlər üstünə, yapışmasın bir-birinə, qatlardılar üstünə, bıçaqla kəsərdilər. Sonra da bunu əli ilə belə şey elərdilər, tökərdilər aşın içinə, elə o cür çiğ olardı. Aşda bişərdi, ərişli aşı deyə yeyərdik, əlbəttə içində də ayrı şeylər vurardılar. Çox da yemək, qışdan qışa bunu çox görərdik kətlərdə. Sonra yayda da bunu istəyirlər şeylə qurudardılar. Xəmiri eyni elə ölçüsü kəsərdilər, asardılar, ya sərərdilər, quruyardı. Onu saxlardılar, qışda cenilə tökərdilər qəzanın içinə. Dedim, buna indi makaron deyirlər. Amma makaronun üçün Avropalılar indi bunu düzəldiblər. Məsələn, saf dəstgah düzəldir, onun niyyətin ondan çox xoşu gəlir. O halda şey, o da xəmirdir, bu da xəmirdir. Bizim xəmirimiz ondan da yaxşıdır, çünki bir şey izafə vurmuruq. Amma izafə də vursaq, məsələn, olar. Yəni, deyil ki, olmasın. Məsələn, makaronu düzəldək özümüz. Əlbəttə bilirsiniz ki, məsələn, biz ərişdəni tək canına yeməzdik. Ərişdəni düyüyə qatıb yeyərdilər, ayrı qəzalara, məsələn, bulğura batıb yeyərdilər. Hər şeyə, yəni bir şeylə yeyərdik. Amma Avropada bu gəlişməyibdir. Sadəcə onu gözəl, dəstgahdan çıxdığı üçün saf olur. Ona görə hamı ona makaronu deyə o ərişdəni yeyirlər, amma bizim ərişdəmizdə məsələn xoşları gəlmir. Niyə ki, biz mütəəssifانə onu dəstgahla eləmirik da. Dəstgahla eləsək daha gözəl var. Çinlilər eləyiblər, biraz gözəllədiblər. Və çox yeməlidir əslində bizimki. Və biz bunu ayrı qəzalarla qatırıq yeyirik, amma o şeylər, bir də biz bunu sındırırıq. Kiçik-kiçik eləyirik. Əgər qurusa, kiçik-kiçik eləyirik qəzaları qatanda. Amma bu gördüyüm farsların bir yeri Türkiyədə təəccüb edir, deyir ki, makaronunu fərqli yeyirlər. Dünyanın hər yerində makaronu dediğin işləni tökərlər, bişər, elə o suyun içindən əgər vursalar yağ ya filfil vurarlar, duz vurarlar, vurmasalar onu da vurmalar. Elə onun cüsü götürərlər sudan, qoyarlar qaba, indi üstünə zeytun yağı əlavə elərlər, ya məsələn bir dənə səbzi qoyarlar üstünə. Elə onu çəngəllə götürərlər, belə burarlar, qoyarlar ağızlarına, somur yecinə geçsin. Yəni bu qədər. Ona biz makaronu dediyimiz o şey ki, makaronu yeməyi deyirik, o fərqli əslində bir ayrı qəzadır ki, bunlar bilmirlər. Əlbəttə ərişdə, hər halda ər sözündən düzəlir zahirən. Ərişdə aşı əcci yazıbdır, nə farsçası yoxdur. Ərsiz, lül, lükam, arsız, ar sözü. Ər sözündən getdi, ar oldu. Arsız, ər sözü ar getdi. Wow. Yəni, ərlə an arasında mənası oldu. Ər olanda olur. Savaşçı, erkək, inanç sahibi, güc sahibi, gücü sahibi də bu anlamdadır. Ar deyəndə yəni olur qeyrətsiz, gücsüz, namussuz. Wow! Diqqət eləməmişdim. Arsız, arlanmaq, tənc daşdən, arlanmaq, ar çəkmək. Arsızlık, bişərm şudən və arılık, arılık,
Arı, bunu arı sözüdəki var, paç. Arılıq, yəni paç eləyən, paki, arılıq. İndi arıya sözü buradan gələcəkdir, türkçədən gedibdir. Mən bunu qabaqcanda dedim. Mən özüm də bunu bilmirdim. Dostlar demişdilər, mən də ona inanmışdım, amma özüm oxuyunca ər sözü türkçədə cəm bağlayanda iki cürə cəm bağlanır. Ərlər, bir də əyrənlər. Əyrənlər, ərinlər, ərinlər. O olub ki, İran sözü də dəqiqən İran kimi yazılır. Əyrənlər, əyrənlər dəqiqən o anlamda yazılır. Və İran sözü Səfəvi dövründə ərənlərin məmləkəti olaraq ada gedir. İran yavaş-yavaş çevrilir, olur İran. İran deyil. Əyrənlər, eyrən sözü, eyrən, yəni ərlərin bölgəsi. Bu da oraya gedir. Arıya sözdə arı sözündən gəlir, düzəlmədi, türkçədir. Arılıq, yəni paçlıq, təharət. Arıtmaq, yəni paç eləmək, arıtmaq sözündəndir. Gördük, yəni o çox gözəl bu. Əslən, bir dənə arı söz, əliflə r gör nə qədər söz düzəlir. Buna görə deyirəm farsça dildəyi, çünki siz gəlin indi orada, məsələn, ər sözü ilə əliflə r sözündən kəlmələri düzəldin. Görün nə qədər uzun sözlük düzəlir. Artıq, üzr aritmək dedik, yəni pakidən. Arinmək, pak şudən, arınmaq həman. Arınmaq, arinmək. Arındım, günahlarımdan arındım. Nə cür olur, əlbəttə bilmirəm. Məsələn, bu cür bir şeydir hər halda. Gedək bu bizlə. Arı nəsnə, paç. Arı nəsnə paç bir şey. Düşüncə ya paç bir varlıq. Arı. Ərəbcəsi zənburdur. Zənbur sözü ərəbcədən gəlmədi. Farscası deyir ki, əng ya ənk. Arı, yenə o arıdan daha. Əri sözündən arı, ar, oradan gəlir. Amma nə mənaya gəlir? Burada arı gəlir, olur paç eləyən, ayırd eləyən, bir-birindən ayıran. Arı bəyi, miranək nə deməkdir bilmirəm, bir heyvan adı olacaqdır. Arşun, arşun, arşın, arşın, arşun, arşın, yenə oradan gəlir. Arı quşu. Çoz deyə farsıda yazılıbdır, amma bilmirəm nə deməkdir. Ardı, pəs, ardımcan gəl, arxamcan gəl. Ardı sözü yenə o ər sözündən düzəlmiş bir şeydir. Ərdəmlə ya ardəlmə, pəşmakəndə, bilmirəm ki, nə mənadır. Ardəlmə, ərdənə öymək, peyro şudən, ardına uymaq, ardına uymaq, ardına uymaq. Yenə də bu elə o anlamdadır. Çox gözəl. Artıq, izafə. Bu da şeydir. Artmaq. Görürsünüz, bir dənə bizim dilimizdə, mən indiyəcən heç vaxt belə diqqət eləməmişdim. Mən getməliyəm zahirən, amma bu kitab o qədər gözəl, mənə çox gözəl gəldi bu kitab. Bundan belə ki, mən lüğət əhli deyiləm. Amma kitab çox gözəl yazılmış. Yəni, mən bunları oxuduqca bu adam düz deyirmiş, yəni. Tez-tez artıq, artmaq, artırmaq, araşdırmaq. Orada o kəlmədən gəldi. Cuyidən farsısını yazım. Araşdırmaq, arıq, 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 lağər, arıq, arıqlamaq. Ağa, bu ar sözünə, görürsünüz, türk dili belədir. İki dana hərfin dalısına kəlmələri gətirir, ayrı kəlmə düzəldir. Yəni, əliflə ramdan, əlif, ra, bir dana kəlmə düzəldir, onu yapışdırır. Yapışdırdıqca mənasını əvəz edir. Kök odur.
O kökə bir şeyler izafe olur. Hey izafe oldukça mənasını değiştirir. Azdırmaq, arıqlamaq, arıq, arıqlatmaq, arıqlatmaq. Çox gözəl, yəni. Ərimək. İndi getdi, yenə getdi, əvvəldən ərimaqdan başladı. Əri, indi gəldi ərimək. Əri, arı, arımək, ərimək oldu. Səsini dəyişdirdi, ərimək. Qeyddə əvvələ məstər düzəltdi. Ərimək, yəni abşodan nə mənə? Bəhsidən. Əritmək, bəhsanidən, farsçası. Yəni buxar şudan əritdi, getdi. Gudazdən yazıb farsın. Gudazdən, gudazanidən. Aralıq. Aralıq orta. Orta. O iki şeyin vəsət. Arq. Arx. Arq. Ərx. Ərq. Arq. Rutxana, çay. Arq. Əlbəttə kiçik. Ərəbə. Ərəbə. Ərəbəni də bundan düzəldiblər. Calibdir. O da axır gedir axı ərəbə. Ərrabi gedib farsıya. Arzu. Arzu türkcədir. Arzu. Ümid. Arzu. Farsçaya gedib ummid deyə ola yazılıbdır. Arzu çəkmək, ummid daşdan. Tamam. Yəni mən gördüyüm istəyir bu kitabı oxuyayım. Birinci dəfə bir kitabdan, lüğət kitabından xoşum gəldi. Bu kitabı mən oxumalıyam. Amma gedək, çünki mən getməliyəm, hey işarə olunur ki, getməliyəm eşiyə. B hərfindən gələndə binmək. Binmək. B ilə nədən düzəldir? Ben, bon, bən. Bən olur mən. Binmək. Məstər oldu. Yəni, minmaq da, səvar olmaq. Bingişmək. Binkişmək. Bu, binneşməkdir, binkişməkdir. Yəni, neşəstdən gəlir də. İndi, bəng mərkəb. Bin, yəni, bin. O ehtimalən, binən ehtimalən zavər farsçası. Calibdir. Tamam. Bu kitabı mən hərdən gərək qeydən buna oxuyam. Fürsət eləyəndən eləyənə bu kitabı oxumalıyam. Birinci dəfə bir dana kitab mənim dil kitabı, söz kitabı. Mənim şeyimi çəkdi. Marağımı özünə çəkdi. Çox gözəl. Allaha şükür olsun bu günləri bir kitabla tanış olduq ki, bu kitab Osmanlı dövründə yazılıbdır. Bir nəfər də bunu götürübdür Tazaşdan 1182-ci ildə yazıbdır bunu Tazaşdan. O əsli kitabın adını mütəəssifanə mən yazmadığım üçün indi gərək bir də qeydəm onu tapam ki, o nə demişdi buna. Dedi ki, bu kitab bir ayrı kitabın Əşrə Əşir, əgər o kəlməni görsəm, Əşrə Əşiri Əşrə Əşir, təşir, belə bir şeydir. Aha, tapdım. Deyir ki, bunu buradan oxuyayım, yazıb ki, Osmanza Fəsaət Suxən Güzəran Rumun Sərbüləndi Üsmənzadə Taib Əfəndinin Mir'atül Müşkül ünvanı ilə ronaq yaftə iştihar olan təlif-i müxtəsər Qəlilül İsariləri hərçənd surət-i icmalidə cilvəgər olub təfsil bəyanında ol sabiq-ü zikrün əşrə əşirinə bərabər və dəqilsə dəxi şahidi uslubi mətbuləri kitabın adı nə oldu?
və kim yazdı? Əsli kitab nə mənə idi? Mir'atül Müşkül. Mir'atül Müşküldür. Yazar Osmanzadə Taib Əfəndi. Osmanzadə Taib Əfəndi. Tamam, bu kitabı yazıbdır. İndi bunu əgər istəyək bu Mir'atül Müşkülü tapaq görək hangi tarixdə yazılıbdır ki, bu adam onu Mir'at el-Müşkül kitabı hangi tarixdə yazılmışdır? Mir'at-ül Müşkül adlı kitab orta əsr İslami dövrəsində yazılmışdır. Kitab haqda qıssa məlumat. Adı Mir'at-ül Müşkül. Dil ərəbcə. Mövzu müşkül və çətin mətinlər, məxsusən hədis, fiqh, kəlam ibarələrin açıqlaması. Bu adda olan kitablar ümumən müşkülül hədis ya müşkülül asar sinfinə keçər. Tarixi təqribisi 5 ilə 7 hicri qəməri yəni şeydə olacaqdır. 11 ilə yəni 100 illər deyir ki, bu illərin arasındadır. Səlcuq İlxani dövrə Osmanlıdan öncə o zaman deyir yazılıbdır. Əlbəttə bu o zaman deyil. Bu Türkçəyə Osmanzadə Taib Əfəndinin gör bunu əlavə eləyək. Görək ki, onu gətirir. Mən burada yazdığımı bir də kopya eləsəm, əgər hara getdi. Kopya. Osmanzadə Taib Əfəndi yazdığı Mir'atül Müşkül kitabı hangi tarixdə yazılmışdır? Tamam, görək tapa bilir. Əl yazmadır. Əgər bunu tapa bilsə, yaxşı olar. Fori çevirdi şeyə. Kitab-ı Mir'atül Müşkül ki, bir vəsilə Osmanzadə Əhməd Taib Əfəndi. Əhməd Taib Əfəndi. Osmanzadə Əhməd Taib Əfəndi. Osmanzadə Əhməd Taib Əfəndi. Dəstəli teyinlə də yazıbdır. Amma bu yazmamışdı. Osmanzadə Taib Əhməd. Əhməd Taib Əfəndi. Əhməd Osmanzadə Taib Əfəndi. Gərək belə oxusun. Mərbut bir dövrü Osmani qərni 17 miladi 1136 1000 ilə 1136 arası yazılıbdır. Kitab yazılıb 1000 ilə 1136 arası yazılıb. Çün xod müəllif در حدود سال 1070 hicri qəməri ta 1136 hicri qəməri yaşırmış. Və asarı da bu zamanda olacaq. Bənabərinmiş. Tamam, elə desək ki, bu adam o qədər fərq eləmir. Bu da 1082-də yazıb. 1182-də yazıbdır. Bu da 1100 neçədə dedi? 136-da ölmüşsə, bir neçə il sonra bu adam nüsxəni yazıbdır. Bu kitabın ömrü 200 il, 300 ili keçir. Kitabın ömrü 300 ili keçir üst-üstə. Əvasit ya qərni 17 miladi, qərni 11. Həmzaman bu ömrü müəllif. Tamam, tamam. Allaha şükür olsun, bu günlər bir dana çox gözəl kitabla ömrümdə birinci dəfə bir lüğət kitabı, bir dil kitabı, lüğətşünaslıq, sözcük kitabı mənim marağımı çəkdi. Çox önəmli bu kitabdır.
Sağ olun, sağ qalın. İnşallah Allah ömür verirsə